Dostlar, salam. Növbəti məntiq testimizi həll edək. Qanun uyğunluğu müəyyən edin və sual işarəsinin yerinə uyğun gələn ədədi tapın. Baxırıq ki, bizə 4 sətirdə ədədlər verilir və biz də verilmiş bu ədədlər arasında qanun uyğunluğu müəyyən edib, sual işarəsinin yerinə uyğun gələn ədədi tapmağa çalışacaq. Birinci sətirdə olan 15 və 525 arasında olan qanun uyğunluğu müəyyən edək. Burada solda olan 15-in kvadratı 225 edir. Ədədləri tərsinə yazsaq, görərik ki, 225 522 olur. Sonuncunu birinci və bu formada. Və bu qanun uyğunluğu ikinci sətrə tətbiq edək. 12-nin kvadratı 144 edir və 144-ü də tərsinə yazanda 441 edir. 17-nin kvadratı 289 edir və 289-u da tərsinə yazanda 982 edir. Deməli, biz qanun uyğunluğu müəyyən etdik və bu qanun uyğunluğu 13-ə tətbiq edək. 13-ün kvadratı 169 edir və 169-u da tərsinə yazanda 961 edir. 961 də C variantına uyğun gəlir. Dostlar, testlə bağlı suallarınız olarsa, yorumlarda yazın, tezliklə cavablandıracağam. Videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.